Ağaya xoşqal müqəddəm əvvəldə bir dənə bir söz dedilər, elə onunla da başlayıram ki, buyurdular məndən bəiddir ki, bu iş görürəm. Cənab Ağaya xoşqal müqəddəm, cənabınız bu ünvanı fəal rəsanəyi sizdən çox bəiddir ki, hələ bilmirsiniz ki, Danışgah Təbrizin illər boyu xarici pəzirgəş danışçısı var. Sizdən çox bəiddir bilmirik ki, biz əgər çənanca pulu qəviyyə hesablayırıq, əraqlıyın pulunu hesablayırıq. Biz müşəxəsən burada hesablayırıq, deyirik əraqlı nəfər gəlməsi. Və gərinə bizim illər boyu Danışgah Təbrizdə danışçımız olub, xarici kərarətdə hansına bizim həssasiyyətimiz olub, ay Məhəmmədi. Belə danışçı gəlib, ayrı yerlərdən, belə gərdişlər gəlib. Çox cəsarət eləyirəm, dürbünün qabağında mən sizin müqabizə hamımızın əyazın toprağı. Mən salı 1401-də Vəzarət-i Gərdişgəri bu ünvanı yeki az 5 nəfər ki, İranda fəaliyyət Davtələbani tövsiyə gərdişgər eləyibdir, təcil olmuşam və niyə? Fəaliyyət Davtələbani, yəni mən pul üçün əlləşməmişəm, Davtələbani tövsiyə gərdişgər İran əlləşmişəm. O adamı ki, bu məqamda və bu caygahda təcil olur, aya müxalif gərdişgər olar? İllər bu ömrümüzü qoymuşuq gərdişgər getməyə. Serifən və müşəxəsən bu seriyin bəhsi gərdişgər əraqlı gərdişgərdir. Çə danışçı mu olsun da, çə olar ki, dəlil əsasiyyəti nədir əraqlara? Cəsarətən danış dediyim biləsə, buyursuz tedad danışgah xarici Danışgah Təbrizdə 3700 nəfərdir, 3300 əraqlıdır. Əlan. 400 nəfər xaricidir. Ona görə çün tedadı çox dərdi. Əsas şayət hamısı Çin olsaydı, həmən baxışdan Çinlilərə də siyasət tutacaqdı. Türkiyələr, ağa Çin tedadı daha çox dəyilir. 3300, yəni bir şəxs 80% Çin danışıqlar əraqlıda həssasiyyət cəhətdir. Həssasiyyət o babətdən də, həssasiyyət bəhsi, həmən mən əvvəl qismətli işarə elədim. Dedim, bizim hər nə ittifaqı düşür, pul dər müqabilə bir tedad şeylər rəngin əvəzdir. Bizim rişəyi tarixiyə gedirik, rişəyi qovmiyyətiyə gedirik, rişəyi milliyyətiyə gedirik, rişəyi fərhəngiyə gedirik. İrtibatını istəyirəm bilən, mən irtibatını buyurasın. Mən misal vurdurtməz. İndi bugün mən bir dənə Təbrizli, İranlı gedəndə Cumhuri Azərbaycana bir dənə gərdişgər, hər nə mənə imkanat, şərait fərahəmdir. Aya bu imkanat və şərait məndə pul aparıb, Ermənistanda da pul aparır. Aya bundan bunu biz bir görürük, görmürük. Heç əslən Bakılı hazırdır 10 bərabər o pul heç ondan gələcək versin ki, Ermənistanda qapısından girməsin. Bilirsiniz nə mənə ərz edirəm? Həman rişələrə işarə edirəm. Vaxtı ki, burada bir nəfər gəlir, bir dənə əraqlı gəlir, həman qəziyə pul bir bəxşi az təhqirdir. Mən o pulu Amerikalıdan da alıram, İngilislidən də alıram, mən bir dənə pul liderəm də, mən o pulu alıram, işləməyimiz də pul üçündür. Vəli rəftar və baxış, həman rişəyi ki, deyirəm, rişədən bizim və bu qəziyyədə müşkülümüz var və bunu fərahəm eləməmişik və ona da deməmişik ki, hara gedirsən, icad müşkül elirik. Hayır, əslən mən dərk eləyəmirəm sizin müşkül icad edirəm. Mən sizin elə o sözünüzün mən icazə verim bu cür qəltəyə salaq. Baxın, sizin buracan sözlərinizdən belə bir bərdاشت oldu ki, hətta murad iqtisadiyə yetişəndə nəticə buna yetirsiniz ki, mən bu bərdاشت, əgər iştibah bərdاشtlamışam, buyurun. Ki, əgər bir iqtisadi bir gəliri də olsa, onun qabağındakı asibin qabağındakı... Asibin əmənədir. İcazə verin. Ay, xoşa, bir dəqiq. İndi baxaq görək, nəzəri bir fərhəngi asibdən danışır ya bir təxasümü tarixidən danışır. İkisindən də. Buyurun, şəffaf və vazih buyurun. Bizim rişələrimizdə keçənantı deyəm, gedirik, bərrəs edirik. Bizim rişəmizdə bir tədad zehnlərimizdə vardı. Amma heç vaxt bunu da qəbul eləyə bilmirəm ki, mənim nəqəd cəngi təhmilidə həman əraqlılar Susəngirdidə, Abadanda, Dizfulda o faciələr yaratdılar. Hankımız yadımızdan çıxada bilirik? O həman rişəyi fərhəngidir ki, cəsarətən bu baxış bəşin, kamilən nicat pərəstanədir, mən tozih verim, hayır. Mən sizin söhbətinizdə gəlmədim, mən bir üçün burada vurud tapam. Siz gedib indiyəcən istəmişsiniz, ərağı dolanmışsınız, bir ünvanı pəjiyüşgəri fərhəngi. Bəli, dolanmışsınız. Əgər dolansınız, biləsiniz ki, tamamı şəhərhayı şiyeneşin həzinə veriblər babəti Nəcəngidən bayıran. Gedin Kərkuku dolanın, görün nə qədər xanvadələri edam olublar bir xatirə bu ki, istəyiblər, Səddam istəyib yollasınca getməyiblər, dayanıqlarımızı edam olublar. İcazə verin, başlayayım, bir daha mövzu. Onda gəl Türkiyə, İraq qəbul edir, biz də Türkiyə cəngi çaldıranda belə olub, o biz yaxıb, tamam dünyalarda bu ittifaqa tüyüb. Sən istəyirsən, o da şeylərin üstündə əl qoyasan, onda gəl elə oturaq, öyrəndə dadı var çəkək, qeyrisat eləməyək. İcazə buyursanız mən bu məsələdə qəbul eləyin, əraqlıyında İranlıdan dilxoşluğu yoxdur.
Bunu siz silənməzsiniz. Bu bir dənə Kamil. vaqiət tarixidir. Kamilən iştibah bir baxış deyil. Lütfən Siz cavab deyib xoşlar. görməmisiniz, ay. Lütfən Yəni, icazə verin, mən bilirsiniz, sizə fürsət verirəm, bunlar bunu hamısı danışaq bunun cavabında. zərd jurnalistlərin bəhsidir ki, elisi. Təəccüb edirəm, siz elmi bir adamsınız. Xahiş edirəm icazə verin ki, bəhslərimizə idamə verək. Mən əgər aidiyyatı icazə buyursalar ki, qət olmazsa mən söhbət edirəm. Lütfən icazə verin, mən həttəmən bunun qabağında sizin cavaba fürsət verəcəyim qəbul edərsiniz. Baxınız bir, indi sən bunların hamısını gəlirəm, mən hesablayıram, fərhəngiyə hələ vardı olmamışam. Ha, dedim gedəcəm, bunu aparacağım hozey fərhəngiyə. Biz bir mövzular alan gəlirik, bəhs edirik. Alan kulliyat bəhsi, aidiyyatı xoşqaməqətdən budur ki, biz gərdişlərin gəlməyi müqabilində cibhə tutmuşuq, şəxsən mən özüm. Baba, mən 24 il ömrümü qoymuşam bura. Gərdişləri əslən mən özümü, hərçən ki məmnundur mən aparam, evimdə saxlayam, qanun ləhazından bu ola bilməz. Vəli, hotel olmayan, musafirxana olmayan, mən aparam öz evimdə saxlaram. Təklim edərəm ki, bir dənə Amerikalı, bir dənə İngilisli, bir dənə İtalyalı, bir dənə Suisli getsin, özündən sonra 50-sini də yollasın, gəlsin. Əslən söhbəti biz gərdişlər dəyəri, şaxə ilə gedirik. Biz əraqlı gərdişlərin mövzusunu söhbət edirik. Əraqlı gərdişlər. Həm durbinin qabağında baxıram, durbinə deyirəm, hətta orqanha ittilaatı, əmniyyəti ki söhbət edirlər. Bunlara müstənədatın dana-dana təqdim edəcəm xidmətlərinə. Əgər bülsaq və əgər dibinə geçsək bunların bir pəjuhişlər ki, bir dənə əraqlının bura girməyi və o cəv danışdığı söhbətin qoyduq kənara. Nə faciələrə müncərr olur ha? Onda ki, yaxşı gəlir heç da fərşi açın, məsələn, Təbrizdə oldu müadili Tayland pul gətirir da nə olacaqdır? Vaqəən bunu hankımızın qeyrətimiz qəbul edə qudursa olsun. Pul gətirir da, o pul gətirməsinə aya vaqəən bizim fərhəngimiz icazə verir, ona o pul gəlsin, bizim camiəmizə təzyiq olsun. Heç vaxt biz bunu qəbul edə bilmirik. Mövzu bədi ki, mən çox vəhşətlə təkid edirəm bu qəziyyəyi əvvəldə də dedim ki, biz əsən əraqlının mövzusunda, hər kəsin mövzusunda əvvəldə gələ biz bir dənə şürəydik. Buna görə ki, bir tərəfdən camiəni amadə eləyəcək, gərdişlər gəlir, özü də əraqlı gəlir. Bir tərəfdən də əraqlı gərət oğucuğulu içara gedir. Cənab aidiyyatı xoşqar müqəddəm, sizdən mən xahiş edirəm bu gün zəhvurun miras fərhəngiyə, idarə kulli miras fərhəngiyə vurudiyyə muzələrindən. Görün gərdişlər əraqı ki, gəlir 50 dana, bu 50 dananın neçəsi Muzeyi Azərbaycanı görür. Əgər Muzeyi Azərbaycanı görmür, nəyə gəlir bura? Ay Məhəmmədi. Mənzurumuz budur ki, ay xoşqar, vazih danışaq, hədəfi gərdişləri cinsi ilə varid olurlar. Bir qismət odur. Və çün pulları qəbul edeyim, mənim həmşəhrim təslim mühacir olur. Mən bunları müstənədən deyəcəm xidmətçi. Ay xoşqar müqəddəm. Siz həm Təbriz əhalisinə tohin edirsiniz. Əslən tohin eləmirəm. Dedim durbinə baxdım, dedim hətta bunu eləyə biləcəm. Pulu var, ağa pul, Suisin, Amerikalının, İngilisliyin pulu ondan da qudretmən. Gəlsə bura olacaqdı, nəm gərdişləri deyilsin, bu söhbətlər nə mənə İtalyalı gələ bu faciələr yaradaq əraqları yaradıblar. İndiyəcən eşidibsiz. Müstənədən var bu yaranıb. Buyurun, biz detaylarla gedək qabağa. Bu söhbətlərin hamısı bizim məmləkətdə adət olubdur bir şey söhbətlərlə badə hava eləmək. Siz detaillə neyinibdir? Əgər xuruci sistemi qəzayı, bizim xəbərnigarlıq hamısına dəstərsiniz var məsələn. Əgər xuruci sistemi qəzayı, sistemi ittilatı, sistemi əmniyyəti, intizami bu cür məsaildir. Bəli. Buyurun biz peycirullah gedək. 2000-si, icazə verin. 2000-si. Bu iki ağa üçün məsələn girəm siz buyuran olar. Filan qədər əraqlı gəlib bu ittifaq hamısı geçsin. Ha buna istidladına bəhs edir. Mən vaqəən mütəəssifəm bu bəhslərdə. Xoşqar, mən icazə verin. Bizim camiəmizdə, bizim Təbrizdə pəddəqəl yaşırıq onları. Bu məbahis kimi mətrəh olub, biz eşitməmişik. Hamısı deyirlərdir. Detail verin, müstənəd deyin filan şey. Mən əxirən bir bəhs üçün çox peycirdim. Deyirlər ki, ustadlar mülzəm olublar. Çox rahat danışırıq da. Əraqlılar gəliblər bura 8 şəbədirlər. Ustadlara da dəstur veriblər ki, onlara nümunə versin. Sima, kimdir bunu? Əslən o düzə. Kimdir bunu? Axirəcən gedəcəm, kimdir bunu? O ustadır ki, danışqah Təbriz kimi yerdə biləsin mülzəm eləyərlər, bir nəfər ki, 5 savadlı nümunə verə və o da nümunə verə xaindir. Axirət düşürmüş hamısı hava sözdür. Siz bu mövzudan detailini göstərdiyiniz görə harda bu ittifaq düşüb? Siz Təbriz millətinə toyin edirsiniz. Əslən, tərəfin pulu var Mən icazə istəyirəm. Biləsən, sən bunu sizə bir fürsət alam. Mən xahiş edəcəm ay xoşqar. Bu neçə dəqiqədir ki, sözlərin münəqid eləyənməyiblə ayın nəzəri. Xahiş edirəm biz bu mövriddə, əgər bir mövrid olsa, yaddaş buyurun, hətta qalxıq fürsətimiz olacaq ki, bunlara cavab verək. Xahiş edirəm. Ərz edeyim məsələn, mən əvvəldə də bir daha bir
söz dedim. Məsələn nəzərini ötürün bu. Vaxtı deyirik rəssanə gedir, məsələn güzarışı təhiyyə edir və müxaliflərlə söhbət edir. Ay xoşqam qətem. Neçə daha rəssanə müvafiq nəzəri buracan münəccid edir. Cəhətdardır. Bir də rəssanədə cəhətdar güzarışı. Mən də söhbət eləyəm. Soruşsuz cavab verirəm. Siz söhbət eləyin, mən ondan Siz soruşdunuz, mən də eləyə bilirəm, gedəm. 4 dana, bəşin, o bir daha misalı məruf var, 4 dana, 5 dana məsələn nabinə ilə müsahibə eləyəm, gəlsən deyəm, bir şəhərə getdim, hamımızın nabinə idilər. Bax, bu söhbətlərlə mən nə deyirsiniz? Ərz eləyim, mən indi bu iki söhbət eləyim və cəsarət tapmışam dürbünün qabağında danışam ki, yenə də bu gün eləyə bilərəm. Bahəm çıxaq, gedək bir dənə meydanı təhqiq eləyək. Görək Təbrizin neçə dərsədi müvafiqdir, neçə dərsədi müxalifdir. Mən yenə də bu sözü deyirəm. Vaxtı ki 5 dənə rəssanə gedir müxalifdə nəzər alır, niyə bir dənə rəssanə gedib müvafiq nəzər ala bilmir? Hətta əgər sənəcə adamı ki, hər hal bu məsələdən müntəfə olur da, dəramədi var, çıxır bura. Bir xatir bunun ki, bu cəm mən müddəiyül umum deyirəm ki, Təbrizin mordində, amməsi mordində danışam, cəsarətən müddəiyül umum bir dənə semət qəzayır ki, o mövzu eləyə bilər, danışsın və mən bu ünvanı bir nəfər ki, camiənin üçün deyəm, hünərməndini də görürəm, bazarısında, taksi ranəndəsində, otelində, danışqahəsində hamısı ilə bunların hasili bu sözləri, söhbətləri ki, bu ham eləmişik. İndi burada danışıram. Əgər bunun hamısını şantaj bilirik, hamısını əgər xilaf bilirik, hamısını düşməni bilirik, təbiətən gələ biz bir dənə dərs alaq da bu məsələdən. Ki, bir dənə camiənin, bir dənə təşkilatın, amməsə müxalif mövzudur. Müxalif mövzuda əgər sənəncə dərsədinəndi, o bir nəfər söhbət eləmiş, demişlər ki, səni niyə saldılar dəlixanəyə deyir. Mən deydim, cəmaat dəlidir, cəmaat da deyir, mən dəliyəm. Rəy əksəriyyətlə nə oldu? Mənə apardılar, saldılar dəlixanəyə. İndi biz hər nə mənə hətta bu mövzunu gəlirik deyirik, acətsindən rəy əksəriyyətinəndir. Kəmtərin, aztərin mövzu da hətta gedirlər, rücu edirlər bəhsi rəy mərdumiyə. Yoxsa bizim nümayəndə məclisimizdə 8% rəy ilə gedir. Aynı nümayəndədir. İstəyək istəməyək nümayəndədir. Əgər dərsədlə gedirik qabağa. İndi burada da çıxaq şəhərə, bir dənə təhqiq meydanı eləyək. Deyək Təbrizli, əziz dostumuz, əziz həmşəhrimiz, neçə nəfərimiz müxalif və müvafiq mövzudur. Mən bir şey tarixi əvvəldə işarə elədim, eksas elədim, yolu açdım. Bir belə gərdişlər gəlib gedib bura. Biz niyə heç birinin müqabilində vakun işləm dayanmışıq da. Hangisi Bakılılarında arasında dayanmışıq. Bakının müqabilində mərdum dayanmamışdı. İttifaqən Bakılılara. Bayaq dediniz mərdum dayanmışdı. Mərdum kəsdilər, mərdum dayanmadı. Sözlərimi cəsarətən təhvil alır. Mərdum kəsdilər, onlar da gəldi görürlər, hər xədəmatı ki var 3 bərabər, 4 bərabər bunu kəsiblər. Gəldi dedi, mən də pul da xərcləyəcəm, bir xədəmat alacağam, hətta qəlbi qərarı ilə. Bir dənə əgər sənəncə bir nəfər gəlir bura və gəlir məni şəhərvəndi təhqir elir, baxmır buna ki, mənim pulum çoxdur. Qeydir həman rişəyi ixtilafımıza, rişəyi cəngimizə. Təhqir nə mənədir? Təhqir budur, təhqir budur. Ərz edirəm. Neynirməsən təhqir olur? Əlan istəyirəm xidmətçisə deyəm də, rəftarı bərxurdur ki, mən dər müqabil pul əncam verirəm, mən pul alıram, bir xədəmat əncam verirəm. Fikir eləyirsiniz, məsələn, bir dənə İtaliyalı ilə bir dənə Əraqlı vaqən məndən düz bərxurd edilir. Yenə də təkrar edirəm, hər nə qədər rişə tarixi dinimizi biz hesablayaq ki, vardı, hamımızda etiqadımız vardı. Bəhsə o rişə cəng o nifrət ki, iki dənə keşvər və iki dənə fərhəngin arasında var, silənməz. Silinməz. Bu ittifaq Əraqlıya da mütəqabilən İranda vardı. Bu gedib demir ki, getdim məsələn filan yerdə filan. Deyir getdim pulumla İrandan aldım. Mən də özüm. Bunu həm də eşitməsiniz, bilmək üçün yoxsunuz. Zoç deməyin. Zoç demirəm, kamilən deyirəm və camiənin içindən deyirəm. Yenə də ərz edirəm, vaxtı ki hələ biz rişə tarixi danışqah Təbrizi və gərdişlərin gəlmağın mənut be bu eləyirik ki, Əraqlı danışıcı gələndən başlayır. O cür də illər boyu danışıcı var danışqah Təbrizdə. Hangisində bizim bunlar cibhə göstərir? Tədadı az idi, ona görə heç hətta bir bilmirdiniz. dənə, hətta 2 dənə, hətta 5 dənə. bilmirdiniz. İndiyəcən biz belə gərdişlər gəlib hansı keşvərin müqabilində biz durmuşuq ki, filan oldu, behman oldu, kaş gəlməyələr. Gəlməyiblər ki. Niyə Gəlsə yenə də duracaq qabağında da bir bahane. Bəs hətmən itilatız kafi deyil. Mən ərz edirəm 24 il işim budur. Gəlməklərini hesaplamışam, yerindən gələnlər də, Əgər sizin kimi baxışların olub belə gərdişlər bu günə qalıb da. Mən ittifaqımı istəyirəm deyə. Bəli də, mən əgər yenə də təkid edirəm. Xahişən səfsətə eləməyin. Mən müxalifi vurudu gərdişlər deyirəm. Söhbəti gelirik burada, lütfən در مورد Əraqlı danışın. در مورد Əraqlıların vurudu və o şaxə. Gərdişlərin mövzusunda yenə də təkrar edirəm. Əgər hesablayaq ki, hər kəs heç kəs bölmürü, elə mən fəqət bilirəm, heç kəs bölmürü. Bəndə bu hozada 24 il xidmətguzarlıq eləmişəm gərdişlərdə. Bir dana mövzuya müxalif gərdişləri də buradan tutmamışaq. Mən dürbünün qabağında bir dana bir mövzuya deyim və bəhsi qutaram. Ay Nəvid Məhəmməd, deyib bir dana Allah da dastan əfsanədir da, deyib bir dənə
ilan var idi. Gəlirdi bir dənə evə, ev sahibi bunun qabağına süt qoyurdu. İlan da gedirdi bir dənə dəlik bir qoyul özümüz yuva, gəncinə, hər nəmə gedirdi bir dənə sikkə gətirirdi, verirdi buna. Götür bu kişinin həmin ev sahibinin oğlu yuvanı bilir və ilanı bilir. Gəlir təməkkar olur ki, getsin tamam o sikkələri götürsün. Ora gedəndə ilan buna həmlə eləyir, bu da o ilanın quyruğu qırılır. O oğlan da ölür. Həmin o sahibxananın oğlu. Bir müddət soğuşandan sonra yenə tibqi rivayələ qəbli o sahibxana gətirib piyalanı və sütü qoyur ilanın qabağına. İlan gedir 5 dənə sikkə gətirdiyi qoyuna, deyir ki, əmolə. Bu cümlə axirimdir bu mövzuda, yenə söhbətə cavab verəcəm. Nə sən oğluvun dağını yadından çıxada bilərsən, nə mən quyruğumun yarasın. Əl-ələ gedək, burada da rəvabitimiz qutulsun. Tarixi də, fərhəngi də biz heç vaxt bir tədad mövzuatı yadımızdan çıxartmayacağıq. Gərdişlər Əraqə bu ünvanı gərdişlərdə baxmayacağıq. 100 il bundan sonra da İranda bu fikir vardı. Məgərin ki, və gərdişlər Əraqın zehniyyətini amadə eləyək və İran amadə eləyək. Elə bir faciələr Xuda ilə kərdi ittifaq düşə bilər bu həman ixtilafatı tarixidə ki, ərz elədim. Biz hamısını da eşidirik, görürük da. Eşitmək də lazım yəni. Mən cəsarətən bəşliyim. Mən təkmillədim, icazə verin, sonra sizdən eşidək. Ay Nəzəri, biz sizinlə bu nöqtəyə yetişincən və yenə də əvvəlki suala qeyd edirəm ki, bu gərdişlərin, bu turistin ərzişi bizə yoxdur, hətta der qibal nəfi iqtisadi. Buradan sizdən 2 dənə məsələ bərdاشت eləmişəm. Məzəsən, gərdişlər ya gərdişlər Əraqi? Gərdişlər Əraqinin üstündə söhbət edirik, müşəxxəsən. Dəqiq. Bizim burada mən istəyirəm sizdən 2 dənə sual soruşam. Xahiş edirəm bunlara çox qısa cavab buyurasınız. Əvvəl məsələ budur ki, biz bu ki İstirik indi dünyanın bir nöqtəyə yetişək ki, müxtəlif yerlərdən turizm gəlsin. Turistin bir dana amillərdən ki, bizə cəzb ola bilir, budur ki, səfər həzinəsinin azlığıdır. İndi siz fərz eləyin, Almanlı turizmin İstanbula gəlməyə tövcihi vardı. Antalyaya gəlməyə tövcihi vardı. Amerikalı bu ki, ucuzdur, gələ bilmir. Dəlil, çünki bir dana uzaq məsafətdən gəlir. Biz əgər o cür ki, siz müşəxxəsən 3-4 dəfə Avropalı və Amerikalı gərdişlərdən, turistlərdən söz apardınız və qabağında Əraqlı turistlərdən ki, onlarla müvafiq və bunlarla müxalif. Bir məsələ vardır ki, mümkündür ki, tərəfi ki, Avropadan durur gəlir Təbrizə, bu əlifbai turizm ilə tanışlığı da var. Ehtimalən bir çox yerlərdə dolanıb gəlib. Dəqiqən. Amma aya bizim məzifəmiz Əraqlı turizmə amuziş və öyrətməkdir, ya qəvanini sift və səxtdir. Aya büyünləmə o İranlı ki, gedir Səngapura və bilür ki, gərək siqar xiyabanında çəhmiyə, gəlirlər burada amuziş verirlər İranlıya, ya bizim zəfi qəvaninimiz olan qəvaninləri təkmildir və məni İranlı gedəndə bilirəm ki, gərək orada siqar çəhmiyəm. Əraqlının orada da bu mətrəh olur. Aya, əgər bir burada tənaquz bir müşkil yaranır fərhəngi, bizim qanun azlığından və yoxluğundandır. Ya bu ki, eləyə bilir. Çünki biz istəsək ucuz turizm ki, az həzinəni nəzərdə tutub bizə gəlir ki, tirajı da bir məratib Avropalıdan çox olacaqdır. Bizə gələn elə Əraqdan ola bilər, Türkiyədən ola bilər, Azərbaycandan ola bilər. Bəli. Hop. Bu hozədən ola bilər. Aya, təbəi bu ki, tüm bunlar başarmırlar. O söz ki, sizdən mən bərdاشت edirəm, amma mən bunu demirəm. Çünki dəqiq bunu deyə bilmərəm. Biz bunların başına sala bilirik. Ya bir nəmə qərardır, məsələn, bir dana neçə milyonluq məmləkətdə gedək, amuziş verək ki, istəsiz gələsiz İrana bu cür rəftar eləyəsiz. Ya bizim qanunlarımız olmalıdır və ondan onlar tanış olmalıdırlar. Bir dana buna lütfən bir net cavab verəsiz, müşəxxəs. İkincini də soruşum, sonra qeydə qayıq xoş gəlin. Bəli. Mamının cavabını verim. Ərz edeyim, təəssüflə İranın mordunda hər zadə deyirik, çoxlu şeylər iftiharla deyirik. 5 təməddünü bərtər, 8 bərtər, ekoturizm deyirik. Amma bir dənə təəssüflə cinəki rütbə 1 varımızdır dünyada, bunu təəssüflə deyirik. Lap ucuzlu turisti keşvər dünyada biz yox, çünki pulumuzun ərzişi yoxdur da. Təbiətən hər kəs də gəlir bura, elə gəlir bir dənə məqsədə ki, lap ucuzlu xədəmatdan da istifadə edilir. Bunu bəs tamam gərdişlər söylürlər, əgər əmniyyəti var, aramışı var və bu ittifaqları vardı, gəl bura.
Amerikalı ki gəlir bura, İtalyalı gəlir bura. Ay Məhəmməd, özü bilir gəcəsə Cunuba və Şimala. Bizim sahəlimizdə məsələn bir tədad plajlar ki, İstanbulda vardı, ya Antalyada var, yoxdur. Bəli. O elmi bu gəziyə gəlir bura. Sözümüz yoxdur. Və gəlib məsələn o ki İstanbulda axtar, Antalyada axtarır, burada axtarmır. İkinci mövzu ki vardı, əgər sən ancaq bu qəziyyədə diqqət eləsəz, bizim bir dənə dərsimiz var, rahnamai turlara diləhman deyər, ruhiyyat-ı millət. Ruhiyyat-ı millət, yəni millətlərin, millətlərin biz ruhiyyələrini tanıyırıq. O işi ki, bir dənə Amerikalı turistlə görürük, bir dənə Rus turistlə fərqlidir. Bir dənə Çinli ilə, bir dənə İtalyalı fərqlidir. Biz amuzəş görmüş bu ünvan fəalanı sənət gərdişləri, o tərəfdən yollayan və o tərəfdən lider gələn də bunlara həttəmən də təzəkkür verib ki, gedisiz fərhəngə və o fərhəngə bu işlər düz deyir. Yəni amuzəş iki tərəfli olur. Mən həm camiyi pəzirəndə o adam idi ki, gəlir xətdən o da bizə ittilaatla gəlir. Bu nəfərlər və bu əzizlərimiz ki, söhbət edirik olan olsun da, əslən cəmbi, gərdişləri, fərhəngi ki, əslən bu kolliyyatda danışırıq, onlara şamil olmur ki. Mən yenə də deyirəm, gəlin gedək deyək, 5000 nəfər bu il bizim vurudu, turist əraqı var idi. Bu 5000 nəfərin neçəsi göyməçidir görübdü. O vaxtı mən göyməçidə getmirəm, muzeyə getmirəm, hara gedirəm? Gedirəm bazara, hara gedirəm? Niyə gəlirlər? Aha. Bunların həm qəziyyə iqtisadi xəritləri məsələdir ki, və bunlar gəlirlər biləxərə bir tədid mövzuata. Mən mövzuyu işarə edirəm və aidiyyət xoşqal müqəddəm bundan müxalifdir və mən barha və barha mövzusu təkid edirəm. Həman rişədə ki, dərz elədim və sözümün üstündə də barha və barha təkid edim və yenə də deyəcəm, bu əraqlı eləyə bilər həman məsələni və həman ittifaqı geçsin ayrı bir keşverdə də rəqəm vursun. Həman ittifaqlar ki, məsələn, gedir səfərə, xərcləyir, həzinə eləyir və onlarda çoxlar da azad olsun. Əslən, bura gəlməklərinin dəlili, mən dedim, yenə də deyirəm, danışdılar qoyun kənara. Çünki bəhsə danışqal saxladıq soruya. Bu indi gəlib camiyə bir dənə, mən sizdən soruşuram, bir dənə gərdişlər niyə gəlir bura? Vaxtı mən muzeyə Azərbaycana getmirəm, bazardan məsələn 50 nəfərdən 1 nəfər fərş almır, nəyə gəlir? Zehnimizə indi izin gəlmiş bu, nəyə gəlir bu? Bərxordları ki, camiədə varımızda, ya vaqəən bərxordları standartıdır. Hər zat cəsarət edirəm də, dürbün qabağında deyə bilənmir, o kərnə mənə vardı. Mənim sözüm buradadır. Gələndə bilir nə mənzurla, nə hədəfinə gəlir və həman cinə də işarə edirəm bu rişələrə. Buradakı da qəbul eləyin ki, 100 il sonra 5 bərabər, 10 bərabər ayrı turistdən də çox pul alsa, həman rişə və həman zat və həman tarixçə qalıb zehnində. Niyə buna təkid edirəm? Yenə də dedim, məsələn, İranla Əraq oturun ba. İranla Əraq oturun. Aya indi mən Bakıya gedəndə Ermənistanlı Bakıya gələnlə birdir. Heç vaxt bir deyir. Bəs bəhs iqtisadi deyil. İqtisad mövzusunda söhbət eləmirik. Biz fərhəng mövzusunda, ammə mərdum mövzusunda fikir eləyirik və söhbət eləyirik bu qəziyyədə. Bunun da bu tezlikdə, bu ünvanda fəqət o halətdə ola bilər ki, ehtiram bir cami məhəlli, ehtiram bir gərdişlər. Bu ehtiramı yaratmaq da həmin amuzəşini yaradır. Ay xoşqar, bir qeyrəz danışqahlar, gərdişlər Əraqın necə gəlir təbii? Mən bir daha tozluq ərz edeyim əvvəldə. Baxın ta zaman ki biz baxışımız nicadpərəstanədir. Mövzuda gərdişləri gələk qoyaq kənara. Dastan tərifləməyək millətə. Bu ki, Əraqda gəlməsin. Mən sizə rişi tarixi deyirsiniz. Deyirəm, biz Türkiyə ilə cəng eləmişik Şəmkirçək Rusiyanədə. Gələni buradasın. Rusiya ilə, çünki Rusiya ilə xoş ildilər, ona görə xoşuz gəl getmənə. Əraqla sən qərə qürədlə xoşuz gəlməyir. Baba, bu söhbətdən Rusiya ki, hamıdan 5 məqsədə. Sizin bərdاشtınız bu sözdən olsa da mən mütəəssifəm. Vurduz danışmayın, işgal yox. Siz gördünüz nə pis olur. Rusiya İran dədəsini yandırıb, Türkiyə yandırıb. Baba, bu söhbətlər nə mənədir? Mən mütməyinnəm Əraqa getməmisiniz. Mütməyinnəm getməm. Çünki geçsəydiniz, o cür buyurmaz. Mütməyin olmayın. Elə bir zətlərdə görmüşəm ki, başmağımın tarihi qalsa getmərəm də. Mən hətta əksəri kişvərhay xəbərmiyanə getmişəm. Qeyr az Əraq, hamısında İranla təhqir edirlər. Hətta Suriyeyi Əsəd təhqir edirdilər. Hətta Lübnan, hətta Bakı ki buyurusuz, hamısında İranla təhqir edirdilər. Mən gördüklərimi desəm biləcəm, vaqən tənha yeri ki, biz Kurdistan Əraqdan varid olduq. Kurdistan Əraqdan varid, tənha yeri ki, hətta Kürdlər ki, rabitələr girəndən İrandan ehtiram qoyurlar, polisi də, gömrüyü də, ta yolu, ta axırınacan və ərziş verirlər və görürsən ki, vaqəən İran orada caygahı var. 1001 dəlillə görə deyirlər, siz bizi nicat vermişsiniz. Siz bizi, məsələn, həddəqəl və əxir, məsələn, tənha yer Əraqdır. Bir də əradisiz, siz bu bahanlarla əldən təhqq alasınız xəbərmiyanədə, o ayrı məsələdir.
Gərdişləri, məqulə gərdişləri fərhəngsazi məqulədir. Necatpərəstanlar, əraqlar gəlməsin. Səndən mən nə kar yoxdur ya filan kəs gəlsin ya gəlməsin. Bu həssasiyyət yaratmaqlar rəsanələr də bixud, bəzi rəsanələrdirlər ki, mən bilmirəm hədəflərinə mənadır, bixud həssasiyyətdir. Həmin həssasiyyətləri Bakılılarda gələndə mən icazə verin, Təbrizli yoxdur. Mən Dədəbalı hətta qəl Təbrizliyəm. Danışdıranda onlar ki, özlərinə gəz qəva, kətdilər kimi töküblər. Eyni vacələri idi, yadınızda olsa deyirdilər. Ağa, baxışlar nə mənadır baxsız şeylərə, xarici nəfərata, Əraqlıcan. Buyursunuz, Təbriz çoxdan danışır. Neçə də danışır xarici cəzb eləmişdir. Əsən 5 dənə. Eləməmişdi ki, sən gözünə gəlsin, kələ durasan, qabaqlarına mövzu tutasan. İcazə verin. Bu ki, buyursunuz, mən gəlirəm, xiyavanda baxıram, millət bu cür danışır filan. Hamısı cəsarətən də, elmi söhbətlərdə. Kamilən fərhəngdən danışıram mən. Mən Almədən danışıram, içərdən danışıram. Buyurursunuz ki, bilmişsiniz axı nə mənzurunun gəlir. Bu vacə nə mənə vacəsidir. Təbrizlərin bir tevi sözbazlığa bizlər də çox məhəllənin ağzında bir şey durardılar. Bilmirsən ki, filan kəs nə qarıdır. Bilmirsənlə 50 dənə yazığın üstünə yük qoyardı. Ağa, detail deyəcəksiniz. Deyəcəksiniz, filan hovzada sistemi qəzaida, sistemi əmniyyətdə, sistemi intizamında bu cəryanat yaranır. Danışqahda bu cür ittifaq düşüb. Olmaz siz bir şey söhbətlər bedunu sənəd. Mən əslən əraqlıların difasını eləmirəm ki, bu söhbətləri siz hər milliyyətin ordunda eləsəydiniz, mən deyəcəkdim. Əraq olur olsun, Türkiyə olsun, Azərbaycan. Necə ki, Azərbaycanlılar da deyirəm da, burada başına bütün müsibətini gətirdilər. Həm məsullar, həm millət. Onlar tutulur getdilər. Səfehliklə gəlirlər bir yerdə, həm pul xərcləsinlər, həm də söz eşitsinlər, həm də bir ehtiramlıq görsünlər. Bu qəziyyə əraqlı danışılan adam ordunda sadiq olacaq. Dəlil həssasiyyətlər, biz kolliyyat danışıq, danışıq. Gözəl görüşü, danışıqlar gəlirlər da, turist əraqı gəlmir ki, feylən. Danışıqlar çox gəlir. Bəs gördünüz ki, xəbəriniz yoxdur. 3700 dana danışsudan 3300 əraqlıdırlar. Ona görə biz feylən hədəfi, yəni məsiri gərdişləri yox, hədəfi gərdişləri görə tapmamış əraqlara ya o birisi məmalikə. Siz bu cür eləsiniz, məsir də olmaz. Buradan gəlməz, daha yerdən gəlir. Gərdişlər durmayıb ki, sənə məntəli olar ki, o qəbul eləyəsən, ya eləməyəsən. Ərz eləyim xidmətçisə, həssasiyyəti bixud və kamilən necatpərəstanə, kamilən mütəəssibanə, bir dənə milliyyət, məzmun bir qəzib. Bu asil olar ki, biz toğusə tapmayaq, biz rüşd eləməyək, biz toğusədə fəqət iqtisadlar, həmicanibədir. Və toğusəmiz də kullən əraqlı ilə əminədir. Əslən, əraqlılarla mən deyəm, heç kəs həssasiyyətin icad olmasın. Sən niyə əraqlı əraqlı eləyirsən? Mən müşəxxəsən dərmord əraqlı söhbət edirəm. Mən rədd edirəm bu mövzunu. Bu ki, deyirsiniz ki, cəng eləmişik, filan eləmişik, xanvadə-i şühəda çəksən. Həmən xanvadə-i şühəda illər boyu indi əxirən gəlirlər piyadə rəvi ərbeyinə. Bu söhbətlərin onda gələt dedim də, Rusla da gəlir, Şəmşir çəkişdən üstünə, Türkiyənin üstünə, Şəmşir, Ərağın üstünə, Avropanın da cəng cahanı filan. Bu söhbətlərdə mənə deyirsiniz. Bəhsi siyasi eləməyin. Siz eləyirsiniz. Siyasi eləməyin. Mən əvvəl axı bəhsi fərhəngidir. Bir dənə soruşursunuz ki, Əraqın niyə gəlir? Üçün məcburam qəziyyəni elə vəziyyətdə cümlələri qabağında olan ki, sabahlanmacılıq ayrı edəcək. Bir dənə siyasi eləməyin bəhsi. Niyə gəlir? Niyə gəlir? Ərz edirəm, məsir gərdişləri yox, məqsəd gərdişlərdir. Bu istilahlar siz məndən yaxşı bilirsiniz. Gəlir bir gün üçün Təbrizi də görsün. Təbrizin harasını görsün? İndi siz buyurursunuz ki, gedib muzeyə gedəmir. Siz bir dənə mənə tur göstərin. Deyəm, biz aparırıq da. Məsələn, mən fəal gərdişlərdəyəm. Bəli, şayət sizin ondan biricən tur aparırım özünüzə. Ondan da xəbərini qarı ki, bir dənə Təbrizdə tur göstərin ki, onları ürzələri var, cəzb eləsinlər, aparsınlar Təbrizdən. Təbrizin tamamı gərdişlərlə xülas olub ersal gərdişlərdən. Əgər o mövzu olsa söhbət ayrı edəcək. Bəli, məzəl olmasa da sözüm var. Ürzəz olsun, getsin gərdişlərlə cəzb eləyin, gətirin də görsün. Getsinlər, gətirsinlər. Təbrizdə 2-3 dənə fəal gərdişlərdən, 3-4 dənə fəal gərdişlərdən sonra bəqiyyə hamısı irsal gərdişlər. Buradan yollasınlar Antalyaya və getsə pul xərc. O mövzuya getsə sözümüz açılır. Getməyin ayrı kanallara. İndi əraqlı gəlir bura. Siz gərdişləri fəalısınız, şirkət gərdişləri var, hər nə mənə getsin, yapsın qollarına, aparsın dolandırsın. O hardan biləcək, hardan nə mənə var. Fəqət xülasə olubdur Təbrizin Şah Gölüsü ilə
bazarı, ondan sonra yerlər tanımırlar. Hara nəyə gəlirlər bəs Bunlar, bura? ərz elədim, məsir gərdişləri yox, ayı. Yəni, Bizim buradan rədd Furqan, olacaq, buradan rədd olacaq gedirlər ya Tehrana, ya Şimali Məşədə. Gedin Peyciron gün hardan hara gedirlər. Təbriz yeçiyəz o məsir ha gərdişlər buna xatır, gəlirlər buradan pərvazla gəlirlər. Belə məsir gəlirlər zəmini, buradan Təbrizin Furqanı istifadə edir. Çünki məntəqədə xas bir o cür Furqah yoxdur. Bu üçün məsələn, nəyə bəs? Əraqlı gəlir Təbrizdə. Mən bir dalısında bir şey var. Bunlar təvəhhümü toğutərdirlər ki, bizim fərhəngimizdə vardı. Dayıcan Napoleonu bir söhbətlərdilər. Əslən elmi bəhslər dərlər. Əslən elmi bəhslər dərlər. Müstənədat irayə eləyin. Mən elmi danışdım, müqabilində dayandım. Fərhəngi danışdım, müqabilində dayandım. Filan yer. Heç birin bəhs lazım. Bilirsiniz niyə? Əslən bəhslər elmi məntiqi deyil. Xoşqal müqəddəm. Bir nəfər yazsa yaxşı dəbətmə olar. Bir nəfər yazsa yaxşı dəbətmə olar. Özün yuxuya versə, yox. Hala mən bilmirəm bu fikirlənməyə. O adam ki özünü yuxuya vurubdu, o qətlən də bətmaq olmaz. Amma məsələ budur ki, siz ay nəzər, yavaş-yavaş söhbətləri təkrar müşahidə edir. Mən xahiş edəcəm biz bir cəmbəndiyə yetişək ay nəzəri lütfən. Əgər bir xas mövrid də vardı, siz 2 dəqiqədə həm cavab və həm cəmbəndin nəhayəsi lütfən buyurun. Baxın, ayə Xoşqal müqəddəm hər yerdəki kəmgətdilər töhmət vurdular. Rus qoşildi, o qərədi ona görə bu iş gördü. Əraqlı niyə deyirsən bəs? Əraqlı. Onlar da zəng eləyib, bunlar da zəng eləyib. Mən tozih verdiklərim eşitməyiniz də tikir eləmə be qolay Məhəmmədi. Mən işarə elədim, hər iki tərəfi də nəzərdə aldım, söhbət elədim, kolliyəsən istəmirəm tikir eləyəm. Yox, əgər qərardır bunu qiyafə ilə müqayisə eləyəsin, nəzəri filan, turisti söv filanı, elə həman ilqaat o, həman sözləri ki biz kəm gətirəndə deyərik odur. Yox, əgər sənanca elmi bəhs eləyirik, danışçı qoyun kənara. Danışçının yeri var, onun mövzusunda söhbət eləyəcəklər. Mən danışçıların orada karmətləri və danışqa söhbət elədim. Bu dürbünün müqabilində deyirəm, hazırəm nəfərlərlə bir surəti naşinas, gedəsiz özü də söhbət eləyəsiniz. Gedin söhbət eləyin dina, təbiatı, rəftari, bunlar nə mənədir? Ayəsizlə nəzü bərxud eləyiblər, olan hamımızın adı ilə verim xidmətçi. Gedin soruşun. Mövzu bədi budur ki, biz əgər cənabcı söhbət eləyirəm, mən əgər cənabımızın müqabilində söhbət eləyirəm, یک در مورد گردشگر söhbət eləyirəm, دو بر مورد فرهنگ və bunların ikisində müqəddəm bər bəhs iqtisadi deyirəm. Siz mən neçə dənə sual soruşdum, becayın ki cavab verəsiniz, çördünüz ayrı məsələ. Mən deyirəm bir nəfər göyməçidir, görmür. Bazardan da xərid eləmir. Bunun Təbrizə gəlməsinin xeyri mənə nədir? Nə məndən xərid eləyəcək, nə mənim cazibə gərdişəm görəcək. Mən Təbrizlə terminal, Təbrizlə da terminalla Furqah bizim vaqəən dərdimizə dəyəndi. Bundan oturmuşuq burada. O gəlib bura, indi bunun mən cameyi pəzirəndə və mizvanın xeyri nədir? Mən bir dənə bunu soruşuram. Və gəlinə əgər sənəncə xeyri var, deyim mən də gedim məsələn caməni amadə eləyim. 2000-ci mövzusunda burada deyim qutarım. Ay Xoşqal müqəddəm. Mən bilmirəm siz hangi timlə, hangi dəstə ilə, hangi məsələ ilə Əraqa gedib gəlibsiz, ziyarətə gedib gəlibsiz, Allah qəbul eləsin. Bəli, siz niyyətdansınız bundan ki, eyni macəra Ermənistan və Azərbaycan, İranlı və Əraqlı həmçinin o yaralar bədənindədir və o fərhənginə təsir qoymur. Biz necatpərəstanə necatdanmaya söhbət elədik. Mən ərəb dedim, kürdü dedim, farsı dedim, türkəmən dedim, mən bunların heç birinci demədim. Mutlaqən o adamıdakı gərdişləri işləri necatpərəstanə, quruhi, timi, qovmi, qəbiləyə baxış olmaz. Baxır burada və söhbət edilir, həm bəhsə gərdişlərdən söhbət edilir, həm təsirat fərhəngi. Ay Məhəmmədi Əziz, şəhərdarı bir dənə pol havayı vurur, adı ətafdır, ətaf. Ərziyabi, təsirat fərhəngi və ictimai. Bu pol havayı ki vururuq burada, bunun təsirat fərhəngi ictimaisi nədir? Bir dənə dəstdir də, şaxədir, çox elmidir. Niyə biz gərdişləri ki, Əraqdan gəlir, bunun ətafını icra eləməmişik deyəcəm. Və bunun təsiratı fərhəngi ictimaisini necə bərrəs eləməmişik? Niyə istəmişik bu halətdə bir tənişə var deyilə fikirləri? İndi Təbrizin özündə yenə də deyim, bunu da deyim qutarım. Məni nəzərinə ötürün bu ünvanı, bir nəfər söhbət edirəm. Xoşqal müqəddəmi də ötürün bu ünvanı bir nəfər. O müvafiq, mən müxalif. Baba, çıxaq təhqiqi meydanı eləyək. Çıxaq camiyə, çıxaq şəhərə görək neçə nəfər müxalif, neçə nəfər müvafiq. Əgər qəziyyəyi, əksəriyyət qəziyyəyi fərhənginə də müxalifuq, da bu oldu həman diktatori, həman zoli ki, mən istədiyimi, mən təşxis verdiyimi istəyirəm, camiyə təhmil eləyəm, sövsən də budur, sövməsən də budur. Onun müqabilindən, zorun müqabilində heç kəsə istət deyə bilənməz. Amma ərziş qaylıq əgər fərhəngə, ərziş qaylıq camiyə pəzirəndir, gərək ərziş qaylıq olan nəzərlə. Çox sağ olun. 2 dənə mövzu məsələlər Zay Məhəmməd.
Mən təarruzu öz söhbətlərinizdən və quzarışlar ki, bəzi insanlar təhqiq eləyiblər. Deyirlər ki, gəlir istalmırlar. Ayrı bazar ilə söhbət etdi. Ya, gəlir pulum mən roxuma çəkir. Məsələn, 600 dolar verir, şamın yarısını alır. Bunlar əgər xəridilənmirlər, niyə o cür danışsan? Nə mənədən narahatsan? Deyir, pulun ərzişi çoxdur. Mənə məsələn gəlir, şamın yarısını alıb. Coşdu da bu, hər məmləkət gəlsə bu ittifaq düşəcək. Pulu çoxdur, gəl xərid eləsin. Siz bu, həman rəsanədə dürbünü tutub, o nəfərat içidəki müxalifdilər soruşuruq ki, nə mənəsindən? Sən indi zarıqlı görmürsən? Neyini xoşun gəlməyib bu səthi şəhərdə? Bir də nasıl desin də, çox bəşliyin ha, Təbriz, o biz şəhərlərdər. Sən bazar Təbrizdə də qələt əyağı qoysan, bazarla qıçıq sındırırlar. Kimdir bunlar gəlirlər, hər oyun çıxardırlar, bunlar da baxırlar. Toyunuz Təbriz millətinə. Fərhəngi qalibi ki, Təbrizdə var, در این ki kamilən mehmanpəzirdir, در این bəzi o əqvami ki, və qol ziləndən çıxarlar eşiyə, hamısının sərkublucu bir şey şoxluğumuz yoxdur. Siz toyun edirsiniz Təbrizin fərhənginə. 2000-ci mövzu. Təbrizin fərhəngindən danışıram mən. Siyasi eşitməyəsi söşdür. Xərid mövzusun ki, buyurusuz, kamilən batil bir mövzudur. Çünki gəlirlər xərid edirlər. Mən, hətta o rəsanələr ki, istədiklər müxalifəti pompaj eləsinlər, onların öz müsahibəsindən sizə deyirəm, tərəf gəldi, ya pulun əziz çoxdur, məni bazarı, xəridi kəlanını təhqir edir. Səni bazarı əgər o cür baxışın var, ötür get o sinfi. Sən bazarı dərsən, üçün iqtisad əslən o şeylərə nicadı baxmaz ki, gəlir xərid edir, təzriqi pul edir bura. 2000-cisi, Ərağı buyurursunuz ki, mən yenə də deyirəm, siz mütməyinnəm getməmisiniz, ya bilməm nə aləmdə getmişsiniz. Əraq neçə dana hala bəxşdir, sünnüləri var, onlar ki, müxalifi İrandılar, vəli onları ki, əksəriyyətlə olmaz. Hətta mən deyirəm, Kürdistana da getdim, mən bir ehtiramlıq görmədim ayım. Kamilən həm hesab aparırlar cəsarətən. Tənha məmləkət İranlılardan hesab alırlar və ehtiram qoyurlar. Mən Suriyyənin özündə dövlət, Suriyə Bəşar Əsəddə getmişəm Suriyyə. Furudqahından girənən İranlılar təhqir olurdular, amar verin biləcək. Mən qərarlı Suriyədə təhqir olan Təbrizdə də nə fərqi? 70%, istəyirəm deyəm ki, əslən tənha Əraq, tənha yer kimi təhqir olmuruq. 70% dərəmədi Suriyyə turizmlənədir, 50% İranlılardılar turizm. Çörəklərini biz verirdik. Həman Nəxçıvana gedəydik, ayı. Azərbaycanıq da, görün, bərxurdular İranlılarına nə məniydi, hələ bu Qəzayadan qabaq. Baba, siz elə söhbət edirsiniz, elə məsələn, bizlər fəzayı, məsələn, şeydə yaşırıq, xələdə yaşırıq. Bu ki, buyurusuz millət müxalifdir ki, danışaq. Mən əvvəl soruşacağım, ay X, sən nəsə əraqlı görmürsən ki, elə müvafiq olasan, müxalif olasan onların rəftarları ilə? Libası ərəbi giyirlə xiyavanda dolanırlar. Bir dana keşvəri, bir dana keşvəri, gərdişlər pəzi, gələ hər zadı qəbul eləsin. O əraq libasla da gələcək, o şayət deşdaşı ilə də gələ, o biləxirə onun libasıdır. Sən qərar olacaq da şəmşir sən onların üstünə nigah nicat pərəstanədir, məhdud konəndədir, Təbrizi dəlil edir ki, əslən gərdişlər tanımırlar bu cür təfəkküratda ay Məmmədi. Mən təəccüb edirəm və təəssüf edirəm. Sizlər gələk lağəl yola çıxırsınız. Fəza təltif eləyəsiniz. Mən söhbət eləyəm. Nə libas mordinə söhbət eləyəm. Nə dilim mordinə. Burada ərəb də görmüşük, Kürd də görmüşük. Elə qəlbimizi daşmış qayanın qabağına. Mən risanə istəyəm qələt adres verəm. Həssasiyyət icad eləməyin söhbətlərdə. Təltifi fəza eləyəm. Amma mən detayl deyirəm, sən vermirsən ki. Detaylı da lazım olan yerdə vermişik də demişik. Nə ittifaq düşüb ki, mən ki Təbrizdə yaşıram, o söhbətdə deyiləm, bilmirsən nə olub, bilmirsən buyur, bir mordin buyur. Çox məmnunum Ay Xoşqar. Mən hamımızdan təşəkkür edirəm ki, həm burada huzuri xidmətdə olunduğumuz dostlarımız, həm onlar ki, internetdən baxırlar və həm iki əziz ki, xidmətlərində olduq. Hər iki əzizin mühüm və gözəl dəğdəğələri var idi. Ay nəzərinin, hərçənd ki, nəzərləri Əraq turistlərinin moridində bu halətdə bir müxalifətləri vardı. Ehtimalən bir seri bir məhzuriyyətləri vardı ki, onlar həll olsa bu qəziyyədən də istiqbal eləyəcəklər. Ağay Xoşqar Müqəddəmin də
tamamən bizim bu günlərimə əsli dəğdəğələrimizdən, bizim bu günlərimə sözümüz budur ki, bir böyük coğrafiyada yaşayırıq, böyük cəzəbələrimiz vardı və əgər potansiyeli vardı, əvvəl bizim qonşu ölkələrimizdəndir. Əgər bizim qonşu ölkəmizi cəzbi və müdiriyyət eləyənməsək, Afrikadan, Avropadan da bir nəfərin müdiriyyəti daha çətin olacaq biləmizə. Çünki ona daha böyük cəzəbə lazımdır ki, gəlsin. İqtisadi ləhazdan daha çox bahadır. Yəni, biləsində, əgər biz Əraqlını, bu günləmə Azərbaycanını, Türkiyəni cəzb eləyənməsək, biraz məsafəti uzaq yerə ki, daha çox pul xərcləyib bura gəlməlidir, cəzb eləyənməyəcək. Ümidvaram ki, bu məsələlər, bu məhdudiyyətlər ki, ağay nəzərin məsələsindədir və mümkündür nigerançılıq olsun, mümkündür ki, bir yerlərdə amarlar yazmasın və şəhrin qabığının altında bir ittifaqlar düşsün ki, nigerançılığa baisi olur. Bunlar da ciddi alınsınlar. Arzu edirik ki, şəhrimiz də eləyə bilsin, turizm cəzbində və iqtisadın bu xərab vəziyyətində bir balaca köməkliyi də olmuş olsa, köməklik eləyə bilsin. Çox sağ olasınız. Yorulmayasınız. Sağ olasınız. Sağ olasınız.